Hər vaxtınız xeyirli olsun. Bu dəqiqələrdə Bakı məhkəmə kompleksində təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın ittiham olunduğu cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi məhkəmə istintaqı ilə davam edir. Ümumiyyətlə, bir ilə yaxındır ki, məhkəmə istintaqı aparılır və zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri məhkəmədə ifadə verir. Eyni zamanda iş üzrə keçən çoxsaylı sənədlər, sübutlar, faktlar araşdırılır və tədqiq olunur. Bugünkü məhkəmə prosesində də ifadə verən zərərçəkmişlər dövlət ittihamçılarının suallarını cavablandırdılar. Qeyd etdilər ki, vaxtilə Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycanın mövqelərini, yaşayış məntəqələrini, ərazilərini, vətəndaşlarımızı iri çaplı silahlarla ateşə tuturdu. Onlar ifadələrində həmçinin qeyd etdilər ki, həmin vaxtda düşmənin əsas hədəfi mülki obyektlər, mülki vətəndaşlarımız, mülki şəxslər idi. Məhkəmə prosesində həmçinin Ermənistanın Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi mina terrorundan zərər çəkən vətəndaşlarımız ifadə verirlər və ifadələrdə də qeyd olunur ki, əsasən də xüsusilə də torpaqlarımız işğaldan azad olunduqdan sonra ərazilərimizdə aparılan abadlıq, quruculuq işləri zamanı baş verən mina partlayışları nəticəsində yaralanıblar, zərər çəkiblər. Və ifadələrdə də qeyd olunur ki, aşkarlanan minaların böyük əksəriyyəti son illər bastırılmış minalar olub və əksəriyyəti də Ermənistan istehsalı olan minalar olub. Və ifadələrdə də qeyd olunur ki, ərazilərimizdə bastırılmış həmin o məqsədli şəkildə bastırılmış minaların sayı olduqca çoxsaylı olub. İfadələrdə həmçinin zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri qeyd edirlər ki, həmin vaxtı düşmənin Azərbaycanın mövqelərini, yaşayış məntəqələrini ateşə tutarkən hətta yaralıların təxliyəsinə belə imkan verilmirdi. Həlak olmuş insanların cəsədlərinin götürülməsinə belə düşmən imkan vermirdi. Məhkəmə prosesində həmçinin bir qrup zərərçəkmiş və zərərçəkmişin hüquqi varislərinin ibtidai istintaq zamanı verdikləri ifadələr elan olunacaq. Qeyd edək ki, bundan əvvəl onlar məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini və üzürlü səbəblərdən prosesə gələ bilmədiklərini qeyd edərək həmin ifadələri məhkəmədə elan olunmasını xahiş ediblər. Məhkəmə prosesi açıq keçirilir və biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.